Tərtər rayonunun Seydimli kəndində Muxtar Orucov Ukraynada iş adamıdır. Onun bacısı qızının vasitəsilə Seydimlidə 60 ilin ağaclarını kəsdiriblər. O torpaqları almaq üçün kəndin yaşıllıqlarını məhv etdi. Çox imkanlı adamdır, milyarderdir ya da milyoncudur. Bacısı qızı Seydimli kənd icra nümayəndəsidir. Əri də başçının sürücüsüdür. İkisi orada durdular və gözlərinin qarşısında ağaçları kəsdirdilər. Muxtar Orucovun iş adamının bacısı qızı, baxaq. Seydimlinin bələdiyyə sədri, baxın. Bu adamın əri də kimdir? Ha, bələdiyyə sədridir. Ha, bu adam. Bunun əri kimdir? Əri. Müstəqim Məmmədovun şoförüdür. İndi siz deyirsiniz, Müstəqim Məmmədov bu xanımla heç nə eləməyib. Siz dediniz, mən də inandım, eləmi? Namusdan, qeyrətdən gedib işinə, gəlib evinə, ha? Ha, deyələmədələr. Bunun ərini elə belə şoför götürüb, ha, özünə. Toyota'da gəzir Nərmin. Nərmindir qızın adı, Nərmin. Bu iri gözlü, yakaşıqlı Nərmindir. Bu ağaçları kəsməkdə davam eləsin. Müstəqim Məmmədova sığallatdırmaqda davam eləsin. Mən də bu adamı tanıdımsa, bu adamın yuxuları ərşə qalxacaq. Kəsirlər. Görək nə qədər ağac kəsirlər. Gəlin baxaq. Traktora bax, 60 ilin, 70 il baba traktora bax, ağacı nətər qırır bax. Baxın, Tərtər rayonudur. Deməli, bələdiyyə sədri Nərmin dayısına böyük ərazilər alır, yer eləyir, iş qururlar. Amma kiminsə işinin içinə edərək iş qururlar. Baxın, Heydər Əliyev corbacor, Heydər Əliyev demişdi ki, ağacı kəsən mənim qolumu kəsir. Baxın, ay millət, baxın. Hava yıxdılar ağacı, ağac böyür istədi, bax, biri. O zaman motor kəsir, bax. Testerə ilə kəsir, testerə ilə. İndi mən Müstəqim Məmmədovun şeyini testerə ilə kəsməyəcəm mi? İndi Nərminin ərinin şeyini testerə ilə kəsməyəcəm mi? Ha? Niyə qudurublar bunlar? Niyə Tərtər cəmaatının qanına suyublar bunlar? Ayıb deyil mi? Ha? Nə olar icra başçısı bələdiyyə sədrinə basanda nə olar? Müstəqim Məmmədov basanda nə olar bələdiyyə sədrinə? Ha? Nə deyirlər adamı? Duruşbiya. Duruşbiya baxın, yox bir suluş var. Baxın, testerəyə baxın, kəsir, kəsir, bax. Baxın, ay millət, kəsir. Kimdən icazə alır? Kim icazə verir? Bu ölkədə pulunu ver, İlhamın qızına apar. Neçə? Puluna müddət saxla altında. Bu ölkədə pulunu ver, baş prokuror Kamran Əliyevin arvadını arendaya götür. Bu ölkədə pulunu ver, Vilayət Eyvazovun arvadını, hələ lazım gəlsə anasını arendaya götür. Baxın. Ağacın kötükləridir bu, dibləridir, baxın. Yığılıb da bu kötükləri, baxın. Ağacın kötüklərinə baxın, ay millət. Seydimli kəndi. Seydimli, baxın, ağacın kökləridir bu da. Baxın, ağacın kəsilməsindən mən bilirəm ki, bunlar torpağı zəbt eləməyi düşünüblər.